Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərini, torpaq ünsürlərini 20 iyuldan 27 iyula doğru nələr gözləyir? Birinci Oğlaqlardan başlayaq. Belə bir şey deyim, Oğlaqlar. Əslində qalsa ailə şansınız, ətrafınızda olan insanların əlaqədar ümumi şanslarınız çox yüksək səviyyədə. Bəli, ailə olaraq, şəxsiyyət olaraq özünüzü bu həftə daha çox toparlanmalısınız. Valideynlərinizlə əlaqədar olan danışıqlar, özünüzdə olan gedişat parçalanmış vəziyyətdədir. Yəni, bəli, bu həftə pul maddiyyatla əlaqədar şansınızı bərpa edə bilərsiniz. Amma ən birinci məqamda ailə, əzizləriniz və valideynlərinizlə əlaqədar kontaktı düzəltməyinizdir. Çünki onlarla əlaqədar bu həftə elə qırılma, elə bir problemlər olacaq ki, onların enerjisində yaranmış yarımçılıq sizin ümumi işlərinizə, öz enerjilərinizə ciddi bir şəkildə təsir edə bilər. Tamamlanmağınızı zəiflədə bilər. Bacarırsınız çanaqdan aşağı enerjiləriniz, cinsəl bədən olaraq, ayaq enerjiləriniz olaraq damarsal problemlər, narahatçılıqlar yarana bilər və yaxud da belə deyim də əzilə ilə bağlı oynaq problemləriniz ola bilər. Bunlara fikir verməlisiniz. Yuxarı rejiminizə Oğlaqlar çox ciddi fikir verməlisiniz. Maddisal qüvvəniz zəif artım aktivləşəcək, amma şəxsiyyətlə əlaqədar beyninizdə o qədər yarımçıqlar, o qədər müdaxilələr, mübahisəli bir vəziyyətləriniz olacaq ki, tam tamamlanmağınıza, tam gücünüzü göstərməyinizə icazə verməyəcək. Həftənin əvvəllərində emosionallığınız, həftənin sonlarına isə çox gərgin, egoist və belə kobud şəkildə formalaşmağınız sizin irəliləməyinizi zəiflədəcək. Ümumi dəyərləndirsək Oğlaqlar 68%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Boğa bürcünə gələndə isə boğalar bu həftə hər şeyi tələb eləyəcəksiniz. Haqqımı tələb eləyəcəm. İnsanların sizə qarşı kobud, aqressiv vəziyyətini görəcəksiniz və insanları sərt şəkildə yerinə oturtmağa çalışacaqsınız. Bu həftə mübahisə, səviyyət çoxdur, konflikt çoxdur. Ən çox da keçmişdən olmuş yarımçıq problemlərin önə çəkilməyi, sizin səhv olmağınız, sizin ailəyə, özünüzə qarşı məsuliyyətsizliğiniz, hər şeyə qarşı pauzada yanaşmağınız, soyuqluğunuz sizi elə bir ki 1-0 geriyə doğru çəkəcək. Özünüzü aktivləşdirməyə, özünüzü gücləndirməyə icazə verməyəcək. Bu həftə kaşa vəziyyətidir. Öz gərginliyiniz çoxdur, keçmişdən yarımçıq qalan şəxsiyyətinə bağlı problemlər gələcək. Pul maddiyyatınızı stabilləşdirə bilməyəcəksiniz, ödəmələrinizdə bəzi problemlər olacaq, gözlədiyiniz planları aktivləşdirə bilməyəcəksiniz. Əfsuslar bu həftənin ən uğursuz bürclərindən bəlkə də biri boğalar sizlər ola bilərsiniz, amma bunu düzəltmə qüvvəsini aktivləşdirə bilərsiniz. Necə? Danışığımız və beynimizi sabitləyərək elə bir yarımçılığınız normadan çox olacaq ki, bu sizin insan olaraq, qadın olaraq, kişi olaraq formalaşmağınızı zəiflədəcək, gələcəyə doğru bunu düzəltməlisiniz. Ümumi dəyərləndirsək 62%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Pul itkiləriniz var, sağlamlıqla nevroloji, yuxu, panik ataklarınız çox aktiv vəziyyətdədir. Bilmirəm, boğaz və yaxud da nəfəs damar sisteminizdən əlaqədar problemləriniz ola bilər. Onlara fikir verməlisiniz. Çünki keçmiş elə bir sərt şəkildə gəlir ki, bəli, Merkurin retrosu sizə də ciddi bir şəkildə təsir edə bilər. Bunlara fikir verməlisiniz. Qız bürclərinə gələndə isə bu həftənin qız bürcləri ağıllı olacaqsınız. Çox ağıllı qərarlar verəcəksiniz. Zamanı gözləyəcəksiniz və sabit şəkildə hər şeyi idarə etməyə çalışacaqsınız və belə deyim də düzdür, bəzi incidəcək sizi övlad və özünüzlə bağlı problemləriniz olacaq qız bürcləri. Biraz daha çox hər şeyi dərin düşünməyə, kurs olaraq, imtahan olaraq özünüzü gücləndirməyə çalışacaqsınız. Məsuliyyətli olmağa çalışacaqsınız, amma istədiyiniz məsuliyyəti tam güclü şəkildə əldə edə bilməyəcəksiniz. Bacarırsa bu həftə uzaqlaşın, məsafə olaraq, yol olaraq, mühit olaraq bir müddət uzaqlaşmaya keçin və özünüzü sabitləşdirməyə çalışın. Çünki enerjiləriniz o qədər qarışıq vəziyyətdədir ki, harda olacağınızı, necə olacağınızı, özünüzü necə aparacağınızı zaman əlaqədar uğurlu formada aktivləşdirə bilməyəcəksiniz. Gedişatınız yarımçıq formada olacaq və bu sizin üçün böyük bir problem yarada bilər gələcəyə doğru. Ağıllığınız bu həftə, müdrikliyiniz bu həftə sizi çox qabağa çəkəcək. İş olaraq, pul olaraq, kurs olaraq istədiyiniz uğuru, istədiyiniz şanssız ciddi bir şəkildə qabağa çəkib sizi fərqli bir insan, ağıllı bir insan kimi, lazımlı bir insan kimi göstərəcək və pul, iş, pul, maddiyyatla əlaqədar bəzi şansları aktivləşdirəcəksiniz. Uğurlu bir həftədir. Sadəcə ailə ilə münasibətlərdə, danışıq, şəxsiyyətinizlə olan münasibətlərdə məsuliyyətsiz yox, dəyərli olaraq davranmağa çalışsınız. Hardasa 86%-ə qədər həftənizi qız bürcləri uğurlu edə bilərsiniz. Ürək damar sisteminizdə bəzi narahatçılıqlar var, nəfəs yollarınızda narahatçılıqlar var. Bunları qız bürcü düzəltməlisiniz.